Salam uşaqlar, hədəf kursları 22 fevral buraxılış sınavının riyaziyyat hissəsini izah edirik. Deməli, 57-ci sualdan başlayaq. Demək, deyək ki, bərabərsizlik sisteminin tam həllərinin cəmini tapın. Demək, ilk bərabərsizliyə baxanda plus 3 bölünsün x çıx 5, yenə də plus 3 bölünsün x çıx 5, yəni eyni 2 dənə ifadə görürəm. Eyni 2 dənə ifadə görürəmsə, deyirəm ki, bu ifadələrin içində islah var. Amma islahı bir şərt daxilində aparıram. Əgər cavab 5 olarsa, o 5-i qəbul etməyəcək. Çünki x çıx 5 məxrəci mümkün deyil, axı olmaz. Məxrəc 0 olmaz. Ona görə də x böyükdür 2 yazılır. X böyükdür 2. Və x kiçik bərabərdir 7. İndi 2-dən böyük, 7-dən kiçik bərabər görsənir cavab. Yəni 2-dən böyükdür, 7-dən də kiçik bərabərdir. Amma 5 ola bilmədiyindən biz cavabı 2-dən 5-ə birləşdir, 5-dən isə 7-yə deməliyik. Yəni 5-i qəbul etməməliyik orada. 5-i qəbul etməsək 3, 4, 5 yox, 6 və 7 olacaq. Və bu həllərin də cəmi 20 edəcək. Cavab B variantı. Keçək digər suala. Çoxluq sualı, sadə bir çoxluq sualı. Kəsişmə 2-dir. NA, yəni A çoxluğunun elementləri 13-dür. B çoxluğunun elementləri də var. Və bizə deyir ki, NA çıx B-ni tapaq. NA əgər 13-dürsə, kəsişmə də 2-dirsə, NA çıx B də təbii ki 11 A variantı olmalıdır. Keçək digər suala, 59-cu suala. Şəkildə tən bölənlər verilib. Yəni, bu da bir tən böləndir. Bu xətt də bir tən böləndir. Əgər belə olarsa, BN böl ND 7 böl 5, BN böl ND 7 böl 5 yazıb. Yəni 7K və 5K. 7K və 5K verir. BS böl DS nisbətini tapaq. BS bölünsün DS nisbətini tapaq. İndi əgər 7K ilə 5K-nı biz görürüksə, deməli, AB bölünsün AD də 7-yə 5 nisbətdə olmalıdır. Çünki AN tən böləndir. Onda bura yazırıq 7x, bura yazırıq 5x. İndi B-də də bir tən bölən olduğundan, əgər A-dan, yəni 7x böl 5x isə BA böl A-dir. O zaman BS bölünsün DS də 7x böl 5x olmalıdır. Yəni burada məsələn 7y bölünsün 5y yazaq. Yəni uzun sözün qısası BS bölünsün DS 7 böl 5 olacaq. 7 böl 5-də 1,4 edir. Cavab E variantı. Keçək növbəti bir suala. 60-cı sual. 60% 32 olan bir ədədi tapın. Yəni bir x ədədi var. Bu x ədədi elə bir ədəddir ki, bunun %16-sı bərabər 32-dir. 32-nin 16-nı ixtisar apar 2 yaz. X bərabər 200. Yəni cavab D olsun. Keçək 61-ci suala. 61-ci sualda B-ni biz sağa aparsaq, A-nın B-dən böyük olduğunu biləcəyik. A B-dən böyükdür, bunu yad saxla. Bu ifadəni sadələşdirəndə A bölünsün B, üstə gəlsin 2B böl B, yəni 2 almış olacaq. Və nəticəyə baxırıq. Deməli, A böl B ifadəsində A B-dən böyükdür, surət məxrəcdən böyükdür. Surət məxrəcdən böyükdürsə, bu ifadə 1-dən böyükdür. 1 tam onda neçə eləyə bilər? Ən kiçik, yəni 2 tam onda neçə, 5 tam onda neçə də eləyə bilər cavab təbii ki. A çox böyük olsa. Ən kiçik qiymətdir. Yəni ən kiçik qiymət nəzərə alınmaqla hesablamaq çalışıram. Ona görə 1 tam onda neçə olsa ən kiçik. O 1 tam onda neçənin də üzərinə 2 gələndə 3 tam onda neçəsə alınır. Yəni ən kiçik halda bu ifadənin tam qiyməti ala biləcəyi ən kiçik tam qiymət 3-dən biraz artıq olmalıdır. Yəni 3 olmamalıdır. 3 olmasa ala biləcəyi ən kiçik tam qiymət nədir? C variantı 4 olur. 62-ci sualda diametri 18 olan bir çevrədən söhbət gedir. Diametri 18 olan çevrənin təbii ki, radiusu 9 olmalıdır. Bu radiusu 9. Bu da radiusu 9. Çevrənin 60 dərəcəli qövsünə söykənəm. Demək, bir 60 dərəcəli qövs varsa, mərkəzi uzaq da 60 dərəcə. Hop, buradan da bir dənə 60 dərəcə, yəni buradan da bunu çəksək. 60 dərəcə və 2 dənə bərabər yan görən kimi 180-dən 60 çıxıb yarı bölsəm, digər bucaqları da 60-60 qalır və burada bərabər tərəfli bir üçbucaq əmələ gəlmiş olur. Bərabər tərəfli üçbucaq. Həmin onda həmin qövs də, həmin vətərin uzunluğu da 9 olacaq. Cavab A variantı.
Keçir növbəti 63-cü suala. 63-cü sualda ortaq məxrəc tapmaq yaxşı olar deyə düşünürəm. Ortaq məxrəc tapdığımızda məxrəc olsun kökdə 7 çıx 5, kökdə 7 topla 5. Yəni ki 7 çıxılsın 5 olacaq məxrəc, 7 çıxılsın 5. Burada tamamlayıcı vuruq, kökdə 7 toplansın kökdə 5 olacaq. Burada isə tamamlayıcı vuruq, kökdə 7 çıxılsın kökdə 5 olacaq. O zaman bu hissəni vursaq 7 üstə gəlsin kökdə 35 topla kökdə 35 çıxılsın 5. Çıxılsın 2-də kökdə 140-ı da kökdə 140-da 4 və 35 kimi düşünsək 2 kökdə 35 alarıq. Məxrəc 7 çıx 5 olur 2. 2 dənə kökdə 35 çıx kökdə 35 ilə islah getsə, surətdə də 7 çıx 5 o da 2 eləyəcək. Cavab A variantı 1. Növbəti sual Viet teoremində tənliyin kökləri cəmi. Biz bilirik ki, x1 toplansın x2 ortadakı əmsalın əksi olur. Yəni 20, amma böl 4. Yəni cavab 5 eləməlidir. C variantı. Növbəti sual tərəflərin uzunluqları natural ədəd olan paralleloqramın bir tərəfi digərinin 2 dəfə böyükdür. Bir paralleloqramın bir tərəfi digər tərəfindən 2 dəfə böyükdür. Yəni x 2x, qarşı tərəfdə 2x və qarşı tərəfdə x olsa, perimetr 6x olur. Tərəflər natural ədədlərlə ifadə olunubsa, demək bu perimetr 6-ya bölünən bir ədəddir. Verilənlərdən hansı ola bilər? Təbii ki, 6-ya bölünən bir cavab olmalıdır. Cavab C variantı olacaq. Keçir növbəti sual, 66-cı suala. Verilən ədədin standart şəkildə yazılışının tərtibi 7-dir. Bu ədədi standart şəkildə yazsaq, vergül 8 ilə 4-ün arasına gəlməlidir. Yəni 8,4 olmalıdır. Niyə? Çünki qiymətli isə 1 ilə 10 arasında olur. Əgər vergül 2 dənə sağa sürüşübsə, o zaman qüvvət də 2 vahid azalmalıdır. Yəni 10 üstü m çıxılsın 2 olmalıdır. Və m çıxılsın 2 bərabər 7-dirsə, m bərabər 9, B variantı olur. Cavab B. 67-ci sualda sadə natural ədədin, sadə bir natural ədəd olsun, bir P deyək. Həmin ədədin kubunun P üstü 3. Natural bölünən sayı qüvvətləri bir vahid artırmaqla tapılırdı və hasil. Burada başqa bir sadə vuruq olmadığından sadəcə 3-ü bir vahid böyüdüb cavabı 4 yazdıq. 67-ci sual cavab 4. 68-ci sual düz xətt üzərində n dənə nöqtə qeyd olunubsa, şua sayı və parça sayı. Biz bilirik ki, şua sayı düsturu n nöqtə qeyd olunubsa, şua sayı düsturu şua sayı düsturu 2n olurdu. Parça sayı düsturu isə n vurulsun n çıx 1 bölünsün 2 idi. Əgər şua A-dırsa, A qədər şua verilibsə, A qədər şua verilmiş, n 7-dir. 7 dənə nöqtə verilibsə, A bərabər 2 vur 7 bərabər 14 olmalıdır. A bərabər 14. Sonra 4 dənə şua verilibsə, demək 2n 8, B isə parça sayısı. 4 vurulsun, 4 çıxılsın 1 bölünsün 2 olmalıdır. Düstura əsasən o da 6, B isə bərabər 6 olacaq ki, bunu da yoxlasaz 7 vur 6 bölünsün 2, 21 edir. A bərabər 14, B bərabər 6, bunların cəmi 20. Keçid edək növbəti suala. 69-cu suala baxırıq. A çoxədlisinin dərəcəsi 5-dir. B çoxədlisinin dərəcəsi isə neçə olduğunu bilmirik. B çoxədlisinin dərəcəsini istəyirik. Amma A plus B-nin dərəcəsinin 8 olduğunu bilirik. A plus B çoxədlisinin dərəcəsinin 8 olduğunu bilirsə və dərəcədə böyük qüvvət götürülürsə və A-nın qüvvəti 5-dir və onu biz dərəcə götürməmişsə, demək B çoxədlisinin qüvvəti 8 olmalıdır ki, A topla B-nin dərəcəsi də 8 olsun. Ona görə B çoxədlisinin dərəcəsi 8, yəni Y variantı olacaq. Keçdik 70-ci suala. 70-ci sualda nə etmək lazımdır? Şərti oxudunuz, gördünüz. Nə edirik? Şablon bir sualdır. Kvadrat yüksəltmək lazımdır. A kvadrat toplansın. İfadənin hər tərəfini kvadrat yüksəltdim. A kvadrat toplansın 2AB, yəni 2 vur A vurulsun 2 böl A, toplansın B kvadrat, yəni 4 bölünsün A kvadrat bərabərdir 36-ya. A-lar ixtisar getsə, 2 vur 2 4 eləsə və o 4-ü biz sağa aparsaq, A kvadrat toplansın 4 bölünsün A kvadrat bərabərdir 36-dan 4 çıxanda 32 eləməlidir. Cavab 32. 71-ci sualda katetlərin uzunluğu 5 və 12 olan düzbucaqlı üçbucaqda xarici çəkilmiş çevrənin mərkəzindən kiçik demək,
Bir dənə düzbucağı tutaq çəkirik. Çəkdik. Katetləri 5, 12. 5, 12. Hipotenuz nə olacaq? 13. Hipotenuz oldu 13. Deyir ki, hipotenuzun ortasından, niyə belə dedim? Çünki xarici çəkilmiş çevrənin mərkəzi hipotenuzun ortasında yerləşir. Hipotenuzun ortasından, yəni 6.5, 6.5 yazdıq bura. Kiçik katetə qədər məsafə, kiçik katet 5-dir. Bura qədər məsafə çəksək, yəni orta nöqtədən 12-yə paralel, yəni 12-yə baxanda orta xətt çəkmiş oluruq. Həmin orta xəttin uzunluğu da 6 olmalıdır. Cavab 6. Keçdik 72-ci suala. Tənliklər sistemini həll edib x topla 2y cəmini tapmalıyıq. Baxıram ki, tənliklər sistemini həll etmədən bunları alt-alta toplasaq, 9x toplansın 18y bərabər 27 alınır və hər tərəfi 9-a böldüyümüzdə verilən ifadəni tapa bilərik. X üstə gəlsin 2y bərabərdir 3 deyə bilərik. Sadə bir sual. 73-cü sualda ədədin tam hissəsini tapaq. Biz bilirik ki, 13 ədədinin təqribi qiyməti 3 neçəsə olmalıdır. Niyə? Çünki kök altı 9-dan sonra kök altı 16-dan da əvvəl gəlir. Ona görə 3-dən 4 arasında 3 neçə. O zaman 13 çıxılsın 3,1 yazaq. Məsələn, 1 yazmaya da bilərsən. İstəyirsən 2 yaz, istəyirsən 9 yaz. Fərq yoxdur. Əsas odur ki, tam hissəni 3 elə. Yəni biz bunu əslində yalandan yazırıq. Çünki o lazım deyil. Bizə ifadənin qiymətini tap demir, tam hissəsini tap deyir. Ona görə 3,1 yaz getsin. Bərabər nə olur? 9,9 olur. Məsələn, 2 yazsaydın nə olacaqdı? 9,8 olacaqdı. 3 yazsaydın 9,7 olacaqdı. Aydındır? Və nəticədə alınmış ifadənin bizdən nəyi soruşulur? Tam hissəsi. 9,8 ədədinin tam hissəsi 9-dur. Yəni bu ədədin tam hissəsi 9. 74-cü suala baxırıq. Uyğun tərəfləri paralel olan 74-cü sual. Uyğun tərəfləri paralel olan bucaqların biri digərindən 40 dərəcə böyükdür. Yəni iki bucaq var. Biri x-dir, biri x üstəgəl 40. Uyğun tərəfləri paralel olan bucaqlar ya bərabər ya da cəmləri 180 olurdu. Bərabər olmadığını görürsən. Demək cəmləri 180-dir. 2x toplansın 40 dərəcə bərabərdir 180 dərəcə. Buradan x bərabər 70 dərəcə eləyir. Demək x 70, yəni bucaqların biri 70-dir. Digəri isə 110 dərəcədir. 70 ilə 110. Kiçik bucağın, yəni 70-in 10%-ni, yəni %10-unu tapınız deyir. Cavab 7 dərəcə olacaq. Cavab 7 dərəcə. Keçid alırıq növbəti sual 75-ci suala. 75-ci sualda belə bir şey görürük. AX çıxılsın BX bərabərdir 9 çıxılsın 7 alırıq. Yəni 7-ni sağa, BX-i sola keçirdim. Solda A çıxılsın B bağlama ötərsə X bərabər olur 2. Bu tənliyin həqiqi kökü yoxdur. Həqiqi kökü yoxdursa x-in əmsalı 0-dır. Yəni A çıxılsın B 0-a bərabərdir. Əgər dostlar A çıxılsın B 0-dırsa, A və B bir-birinə bərabər olmalıdır. A B-yə bərabər olmalıdır. O zaman verilmiş bu kəsirdə A-ların əvəzinə B yaz, hesabla. Vəssalam. A-ların əvəzinə B yazsam 2B toplansın 4B bölünsün. A-ların yeni B yazırıq. B üstə gəlsin B. Yəni 6B bölünsün 2B bərabər 3 edir. Cavab 3. Keçid alırıq 76-cı suala. 20% 30 qram məhlulun üzərinə 30 qram su əlavə olunsa, bunu iki üsulla da həll edə bilərik. 20% 30 qram məhlul, birinci məhlula duzun miqdarını tapa-tapa eləyək. Tez 30-un 20%-ni tapırıq. 30-un %20-si nə edir? 6. Demək burada 6 qram duz var. 6 qram duz. 24 də sudur. 24 qram su. Və deyir ki, 30 qram su əlavə olunsa neçə faiz məhlul alınır? Məhlulun faizi bilirdik ki, necə tapılır? Duz bölünsün ümumi miqdar vur 100%. Duz nə qədərdir? 6 dəyişmir. Ümumi miqdar əvvəl 30 idi. İndi üzərinə 30 qram da su əlavə olundu axı. 30 topla 30. Vurulsun 100%. Hesablayırıq. Bu da bərabərdir 6 bölünsün 60 vurulsun 100. Bu da eləyəcək 10%. 10%-li məhlul alınır. Bu bir yol. İkinci yol isə kimya üsulundan istifadə etməklə tapıla bilər. Elə bir yol da var. Yəni ki, deyirik ki, bir dənə qab çəkirik. 20% 30 qram. 30 qram 20% məhlul. Üzərinə əlavə et. Nə? Su. Su neçə faizli məhluldur? 0%li məhlul.
Nə qədər su? 30 qram su. Bərabər 30 qram 30 qram toplayanda nə qədər edir? 60 qram. Neçə faiz məhlul? Elə onu axtarırıq. Ona da x-dir. Sonra hasilləri, yəni hər qabda faizi miqdara vurub hasil tap. Yəni 30-u 20-yə vur, 600 topla. 30-u 0-a vur, 0 bərabər 60x. 60x 600-dürsə x bərabər 10-dur deyib bu şəkildə də 10% tapa bilərsiniz. Cavab 10%. Keçsək 77-ci suala. Kiçik diaqonal tərəfinə bərabər olan rombun. Deməli, bir dənə romb çəkirik. Bir dənə romb çəkək, amma şərti ödəyən bir romb olmasına özen göstərək. Hardasa. Deməli, belə bir romb çəkdik və biz bu rombun kiçik diaqonalın tərəfinə bərabər olduğunu deyirik. Kiçik diaqonal tərəfə bərabərdir. Tamam, o zaman tərəfə A dedik. 2 dənə bərabər tərəfli üçbucaq alındı. 2 dənə bərabər tərəfli üçbucaq, bunu diqqət yetiririk. Rombun tərəfinin uzunluğu 6/3-dür. Demək, burada tərəfi 6/3 olan bərabər tərəfli üçbucaq var. Rombun hündürlüyünü tapırıq. Onda bu rombun hündürlüyünü tapmaq tərəfi 6/3 olan bərabər tərəfli üçbucağın hündürlüyünü tapmaq kimi bir şeydir. Bərabər tərəfli üçbucaqda da hündürlüyün, ya medianın, ya tən bölənin, bunların üçünün də uzunluqlarının bir düsturu var idi. A/3/2. O zaman biz də həmin düsturdan istifadə edirik. Həmin düstur olur 6/3 vur köşdə 3 böl 2. Yəni cavab nə olur? 9. Rombun hündürlüyü nə olur? 9. Keçsədik növbəti suala. Deyir, İsmail 3 gün ərzində 300 test, Həsən 8 günə 200 test işləyir. Bir həftə ərzində İsmail Həsəndən nə qədər çox test işləyər? Demək, İsmail bir günə 100 dənə test işləyir. Həsən isə bir günə, Həsən demək İsmail də Həsən. Həsən isə bir günə 25 dənə test işləyir. Və bizə deyir ki, bir həftə ərzində İsmail Həsəndən nə qədər çox test işləyər? O zaman İsmail bir həftəyə, həftəni burada yazaq. Bir həftəyə 700 dənə test işləyir. Həsən isə bir həftəyə 175 dənə test işləyir. Yanlış eləmədiksə 3 günə 300, 1 günə 100, 8 günə 200, 1 günə 25. Bir həftə ərzində İsmail Həsəndən nə qədər çox test işləyər? Bir həftəyə 700 İsmail işləyir, Həsən 175. Demək, 700-dən 175-i çıxmalıyıq. 700-dən də 175-i çıxsaq, nə eləyəcək? 525. Cavab 525 olacaq. Sonra 3A-B ifadəsini qiymətləndirmək lazımdır 79-cu sualda. Əvvəlcə 3A-nı tapaq. 3A, yəni birinci bərabərsizliyin hər tərəfini 3-ə vursaq, 9, 12 arasında yerləşəcək. B-nin də harada yerləşdiyini şərtdən elə olduğu kimi köçürdək. Və biz bunları çıxmaq istəyiriksə, uşaqlar, alt-alta çıxmaq deyə bir şey yoxdur. Bunu çarpaz hesablamaq lazımdır. 9-dan 7 çıxıram 2, kiçikdir. 3A çıx B. 12-dən də 4 çıxırıq. Eləyir neçə? 8. Demək, 3A çıx B ifadəsi 2 ilə 8-in arasında yerləşir və bu ifadənin ən böyük tam qiyməti neçə olar? 7. Bu ifadənin ən böyük tam qiyməti 7-dir. Keçid aldıq növbəti suala. İki tərəfin uzunluğu 6 olan üçbucağın digər tərəfin uzunluğu alabiləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmi. Demək, bir üçbucaq çəkirik. Bu üçbucağın iki tərəfi 6 və 10-dur. Digər tərəf x. Biz bilirik ki, x üçbucaq bərabərsizliyinə görə cəmdən kiçik, yəni 16-dan kiçik, fərqdən isə 4-dən böyük olmalıdır. Ala biləcəyi ən kiçik tam qiymət 5-dir. Ala biləcəyi ən böyük tam qiymət isə 15-dir. Və bu qiymətlərin cəmi, yəni 5 ilə 15-in cəmi bərabər 20 götürülür. Cavab 20. 81-ci sualda isə ən son sual. Torbada 6 dənə sarı, 14 dənə qırmızı, n dənə də yaşıl top var. Torbadan 3 top çıxarılıb kənara qoyuldu. Əla. Torbada qalan topların 7-2 hissəsi sarıdır. Çıxarılan topların heç biri sarı deyil. Çıxarılan topların heç biri sarı deyilsə, deməli qutuda 6 dənə sarı top qalıb. İndi qutudan 3 top çıxarılıb və torbada qalan topların 7-2 hissəsi sarıdır. Torbada nə qədər top qaldığını bilmirəm, ona müvəqqəti x yazacağam və bilirəm ki, o x-in 7-2 hissəsi sarıdır və torbada 6 dənə sarı top qaldığını da bilirik. O zaman x nəyə bərabərdir? 6 vurulsun 2-də 7, yəni 21. Yəni torbada 21 dənə top qalıb. 21 top nədir? Qalıb.
Demək, əvvəl torbada nə qədər top var idi? 24 dənə top var idi. Yəni 3 top çıxarılandan sonra 21 qalıb. Demək, əvvəlcə torbada 24 dənə top var idi. 24 dənə topdan 6-sı sarı, 14-ü qırmızıdırsa, yəni 20 top, sarı və qırmızılar 20 topdursa, demək 4 dənə də yaşıl top var. N bərabər 4 olacaqdır. N bərabər 4. Bununla da 10-cu sinif izahları başa çatdı. Ümid edirəm ki, faydalı olmuşdur.